الحمد لله رب العالمين القائل في كتابه الحكيم قد جاءكم من الله نور وكتاب مبين يهدي به الله من اتبع رضوانه سبل السلام يخرجهم من الظلمات إلى النور بإذنه ويهديهم إلى صراط مستقيم والصلاة والسلام على رسوله الذي بعثه الله في الأميين يتلو عليهم آياته ويعلمهم الكتاب والحكمة ويزكيهم بلغ الرسالة وأدى الأمانة ونصح الأمة وجاهد في الله حق جهاده ومضى إلى ربه محمودا بعدما أقام الدين وترك الأمة على مهجة البيضاء ليلها كنهارها لا يزيغ عنها إلا هالك. أما بعد عباد الله اتقوا الله حق التقوى وراقبوه في السر والنجوى. Az değerli Müslümanlar, hörmətli qardaşlar, ilk öncə Allah'tan qorxmağı tövsiyə edirəm. Qorxun Allah Taala'dan, layiqli, haqq bir təqva ilə, gizlində də, aşkarda da və daha gizlinizdə də onun nəzarətində olduğunu dərk edin və bilin ki, onunla qarşılaşacaqsınız, onun önündə dayandırılacaqsınız. Dediğiniz hər bir kəlmə yazılır, baxdığınız hər bir baxış hesablanır, attığınız hər bir addım qeyd olunur. Rabbinizdən heç nə gizlin qalmır. Mə yəlfizu min qavlin illə lədeyhi raqibun atid. Söz söyləyən elə bir kəs yoxdur ki, onun yanında onu qeyd etmək üçün nəzarətçi olmasın. Və sonra bil ki, Allah Taala'nın bu ümmətə neymət olaraq əta etdiyi, lütf olaraq verdiyi əzəmətli neymətlərdən biri də Muhammed sallallahu aleyhi və səlləmi onlara elçi olaraq göndərib, onunla əzəmətli kitabını nazil edib, o kitab ki, batil ona toxuna bilməz, nə önündən, nə arxasından, o kitab ki, nurdur, qəlblər üçün, şəfadı sinələr üçün, hidayətli yolunu itirən azanlar üçün, rəhmətli möminlər üçün. Ey Allah'ın bəndələri, bəli bilin ki, bu nur gəlməmişdən öncə zülmət idi dünya, zülmətin içərisindeydi, cahilliğin zülmətinin, şirkin zülmətinin, xurafatın, bidətin zülmətinin, nəfsin havasına uymağın zülmətinin, sərtləşmiş qəlblərin zülmətinin, zülmün, təcavüzün, ədavətin zülmətinin və Allah'ın kitabı gəldi, Kur'an gəldi, Peyğəmbərin sünnəsi gəldi, Allah Teala vəhy olaraq nazil etdi ki, ölmüş qəlblər dirilsin, itmiş nəfslər yolunu tapsın, hidayətə yönəlsin, parçalanmış ümmət tevhid kəlməsi ətrafında birləşsin. Allahu veliyyullezine amenu yukhricuhum minez-zulumati ilen-nur. Allah iman edenlerin dostudur, velisidir. Onları zülmətlərdən nura çıxarır. Və o nur ki, Allah Taala'dan gəlib bizə heç də dillərdə oxunan mücərrəd kəlmələr deyil və ya sadəcə ayələrdən ibarət deyil, hansını ki, bəziləri ancaq divarlardan asır və yaxud da rəflərə qoyulmuş bir kitab deyil ki, qoyulsun, sonra tərk olunsun. Əksinə mənhəcdir, yoldur, həyat yolu, nicat yolu, İslahın düsturudur, nizamıdır və kim bu nuru istəyirsə, qəlbini Quran üçün açmalıdır. Kim rahatlıq istəyirsə, Rəhmanın zikrinə qayıtmalıdır. Kim sabitlik istəyirsə, xüsusən də fitnələr zamanı elçilərin ağasının sünnəsindən tutunmalıdır. Və neçə insan
yaşayır aramızda, yeyir, içir, gülür, danışır, gezir. Lakin dahili zulmettir. Allah'a aparan yolu tanımır. Neçə insan günahlar onu ağırlaştırıp, gaflet onu yorup, şehvetler, şüpheler onu ihate edip, rahatlık tapabilmir, sakinliği tapabilmir. Vallahi Allah'ın nuru yalnız itayetle elde edilir. Onunla rahatlık tapılır. O hayattı, kalpler için, hayattı cesedler için, bedenler için ve hakiki salamatlık Allah Teala'nın razılığını aktarmaktadır. Yehdi bihillahu men itteba ridvanehu subulesselam. Allah Teala onun razılığını aktarana salamat yollara hidayet eder. Düşünün, Allah size rahmetsin. Rabbiniz demedi ki herkese hidayet eder. Dedi ki men itteba ridvane. Onun razılığını aktaranı hidayet eder. Ona göre de hidayet, samimiyete, sadıkliğe ihtiyaç duyur. Nur ihtiyaç duyur ki yönelesen Allah Teala'ya, gaydasan ona. Allah'a aparan yol istiyor ki gel Allah Teala'nın razılığını istesin. İnsanların razılığını yok. Şeytanın, nefsinin, öz havanın razılığını yok. Ona göre de Allah'ın kulu nefsi ve sual ver. Sadık, samimi bir sual. Hansı ki kaçabilmeyesen o sualdan. Soruş ki sen Allah'ın razılığını aktaranlardansan, yoksa yok. Eğer Allah Teala'nın emriyle nefsinin isteği birbirine zidd olarsa Allah'ın razılığını seçeceksen, yoksa ki nefsivi. Ve eğer Allah'ın kitabından bir ayet eşitsen, ona teslim olacaksan, emrine boyun eğeceksen, yoksa yok. Kalbin onunla razılaşacak, yoksa imtina edecek. Nefsi ve sual ver. Peygamber sallallahu aleyhi ve sellemin sünnesini bilenden sonra telesi tez ona amel etmek istiyor, yoksa yok. Yoksa ki çok eşidiriz, çok biliriz, lakin halımızdan az bir şey değişir veyahut değilse değişmir. Ona göre de Allah'ın kulları, aziz kardeşler, en azametli musibetlerden biri de bu zamanda Allah'ın kitabı, Kur'an'ın terk olunmasıdır. Bakmayarak önümüzdedir, bakmayarak evimizdedir, rəflərdə tapırıq, lakin qəlblərdən uzaqdır. Tapırıq, oxunmuş halda dinləyirik, lakin əxlaqımızdan, davranışımızdan heç nə değişmir. Eşidirik mucizeləri, lakin o mucize kulaklarımıza necə daxil olursa, elə də çıxır. Elə isə, hanı Kur'an'ın əxlaqımıza təsiri, hanı namazımızın muamiləmizə vurduğu təsir, nəticə, hanı səmimi imanın təsiri, hanı təsiri əmanətimizdə, yaxşılığımızda, səbrimizdə, Allah'a qarşı olan qorxumuzda. Kur'an nazil olmayıb ki, sadəcə gözəl səs olsun veya gözəl bir səs kimi eşidilsin, dinlənilsin. Əksinə nazil olub ki, kişilər yetişdirsin, qəlbləri pak etsin, ümmət qurulsun, sağlam bir toplum olsun, doğru yola yönətsin. Abdullah ibn Məsud radiyallahu anhu buyurub ki, Kur'an okuyan qari insanlar yattığında gecesini tanımalıdır. Yani gece namazlarına kalkmalıdır. Gündüzler insanlar yiyip içtikdə o gündüzünü tanımalıdır. Yani orucunu tutmalıdır. İnsanlar fərəhlənəndə o bilməlidir kədəri nə içindir. İnsanlar güləndə bilməlidir nə için ağlayır. İnsanlar boş-boş danışanda o sükutunu tanımalıdır. İnsanlar təkəbbürlü edəndə o Allah'tan qorxmalıdır. Bəli, ay Allah'ın qulları, Allah'ın yolu açıq aydındır və fitnələr də çoxdur. Hak beyan edilib, lakin şübhələr, şəhvətlər aldanandır. Ahirət yaxındır, lakin qəflət unutturandır. Və neçə insan var ki, evindən çıxıb, lakin qayıtmayacaq. Neçə insan var ki,
səhəri ailəsi arasında sağlam sabahlayıb, lakin axşamı qəbirdə gecələyəcək. Və neçə insan var ki, uzun ömür yaşamaq arzusuyla arzular qurub, ümidlər qurub, lakin ölüm onu qafil yakalayacaq. O qəflətdəykən, elə isə nə vaxta qədər tövbə gedişdiriləcək, nə vaxta qədər deyiləcək ki, sabah Allah Teala'ya qaydaram, nə vaxta qədər bu dünyadan tutunacaq, yaşanacaq, sanki bu dünya əbədiyyət diyarıdır. Nə vaxta qədər unudulacaq ki, yol ancaq keçid üçündür. Ey günahları ona ağırlaşdırmış, tövbə qapıları açıqdır. Rəbbin açıq qoyub tövbə qapılarını ki, qəbul etsin tövbəni. Ey qəflətdə qalmış, şəhvətlər onu aldatmış, Rəbbinin rəhməti genişdir, lütfü böyüdür. Ey qəlbi daşlaşmış, bil ki, Quran qəlbləri yumuşaldır. Ey uzaqlaşmış, qayıt Allah Teala'ya. Allah Teala qulunun tövbəsinə sevinir. Qul ya ibadiyəllezine asrafu ala anfusihim la taqnatu min rahmetillah. İnnallaha yaghfiru zunube cemi'a. Ey öz nəfsinə qarşı həddini aşmış Allahın bəndələri, Allahın rəhmətindən ümidinizi üzməyin. Allah Teala bütün günahları bağışlayandır. Ona görə də qorxun Allah Teala'dan. Bilin ki, Allah Teala'nın nuru hansı ki göndərib bizə, ondan gəlib bizə, onun faydası yalnız o kəsə təsir edir ki, o kəs o nuru səmimiyyətlə tələb edir. Allahın əmrlərinə boyun əyir, nəfsi ilə itayətdə mübarizə aparır. Ona görə də Quranı tərk etməyin, oxuyun onu düşünərək, qulaq asın ona Allah'tan qorxaraq, öyrədin övladlarınıza, onu evinizdə hakim qılın, əxlaqınızda, muamelənizdə hakim edin. Bilin ki, Qurandan faydalanmağın əlaməti odur ki, qulun Allah qorxusunu artırsın. Bəndələrinə qarşı Allah Teala'nın rəhməti artırsın, haramdan səni uzaq etsin, həris etsin səni namazlara, dilini qorusun, qəlbini saf etsin, təmiz etsin. Allah'ım, Quranı qəlbimizin baharı et, sinələrimizin nuru et, kədərimizi aradan qaldıran et, qayğılarımızın yox olmasına səbəb et. Allah'ım, bizi zülmətlərdən nura çıxart, cahilliyin, qəflətin, asiliyin zülmətindən, imanın, elmin, itayətin nuruna çıxart. Allah'ım, İslamı, Müslümanları izzət et, Müslüman cavanları islah et, vəfat etmiş Müslümanlara rəhm et, həstələrinə şəfa ver, aclarını doyur, ölkəmizi, digər Müslüman ölkələrini xətadan, bəladan qoru, ölkə başçımızı qoru, onu sevdiyin, razı qaldığın işlərə müvəffəq et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və li şairil musliminə min kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafurur-rahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyayı vəl-mursalin nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'mur bil-adli vel-ihsani və ita'i zil-qurbə وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون